Salam mənim əziz qardaşlarım, aslanlarım, şillərim. Bel yırtığından, bel protyuzasından, dizlərdə qığıldaq yelməsinin ağrısından əziyyət çəkən insanlar varsa diqqətlə qulaq asın. Çünki mən bu videonu ilk dəfə də paylaşıram və sizlərə %100 təsiri olan bir resepti sizlərə təqdim edirəm. Çünki yanıma gələn insanlar çox razıdır və həmən insanlar illərlə bel ağrısından əziyyət çəkən insanların ağrısı gedib. Beldə ağrı olan varsa, ayağına ağrı vurursa, dizlərdə qığıldaq yeyilməsi olan insanlar diqqətlə qulaq asın. Bir çay qaşığı bal tökürsünüz nəlbəkin içinə, bir çay qaşığı təmiz simiçka yağı tökürsünüz balın üstünə və bir də aptekdən Sondrakol, adı Sondrakol mazı. Qeyd edirəm, Sondrakol mazı alırsınız, sığla da oxunur, çığla da oxunur. Çondrakol da deyirlər, sondrakol da deyirlər. O mazdan da bir çay qaşığı tökürsünüz, qarışdırırsınız üçünü. Qarışdırandan sonra belin hansı ki toçkasında ağrı varsa həmən yerə çəkirsən onu, yaxşı bir yarım saat masaj edirsən. Masajdan sonra feni götürürsən, feni həmən toçkaya biraz yuxarıdan tökürsən və əlinlə masaj kimi edirsən ki, qoy həmən o maye, düzəltdiyin macun dəri altından hopsun. Bunu bir 2 gündən bir edirsiniz. Diz qapağında elə, dizlər qapağında qığıldaq yeyilməsi varsa, həmən mayeni, həmən o diz qapağını çəkirsiniz, qəşəng bir 15-20 dəqiqə masaj eləyirsiniz və həmən o fenlə də bir 15-20 dəqiqə masaj eləyirsiniz, qoy dərinin dibinə çöksün. Bunu bir 14 dəfə eləyirsiniz, çerezdən gündə bir dəfə eləyirsiniz və xeyrini də bax belə görürsünüz. Belinizdəki olan ağrı tamamilə yoxa çıxacaq. Çanaqda, beldə ağrı olan insanlar bax bu reseptdən istifadə etsin. Xahiş edirəm videomu ürək qoyun ki, bütün bel ağrısından, bel yırtığından, protyuzasından əziyyət çəkən insanlar bu reseptdən istifadə edib xeyrini görsün. Uşaqlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən məcunumuz da var. Övladı olmayan, faizi aşağı olan, cinsi zəifliklə əziyyət çəkənlərsə bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın 1 nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gədəbəy dağ ballarından istəyənlər nömrəmə zəng vursun. 055 939 54 77.